Xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. Ermənistanda ilk çikungunya qızdırmasına yoluxma halı fevralın 18-də aşkar edilib. Oxu Az xəbər verir ki, bu barədə xəstəliklərə nəzarət və profilaktika üzrə Milli Mərkəz məlumat yayıb. Bildirilir ki, pasiyent Seyşel adalarında ağcaqanad sancması nəticəsində virusa yoluxub. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir. Qeyd olunur ki, son zamanlar Seyşel adaları, Şri Lanka, Surinam, Boliviya və Kubada çikungunya qızdırması epidemiyaları qeydə alınıb. Xəstəliyin inkubasiya dövrü 2 gündən 12 günədək davam edir. Əsas simptomlara yüksək hərarət, şiddətli oynaq və əzələ ağrıları, dəri səpkisi və halsızlıq daxildir. İnfeksiya insandan insana ötürülmür. Xəstəliyin spesifik müalicəsi yoxdur. Peyvənd isə geniş yayılmayan və təsiri az olan bir üsuldur. Risk qrupuna yaşlılar, xroniki xəstəlikləri olan insanlar və hamilə qadınlar daxildir. Ölüm halları nadir olur və yoluxanların təxminən 0,1%-də əsasən yaşlılarda və xroniki xəstəlikləri olanlarda müşahidə edilir. İnfeksiya riskini azaltmaq üçün aşağıdakılar tövsiyə olunur. Ağcaqanad torlarından istifadə etmək, uzunqol köynək və şalvar geyinmək, həmçinin qovucular və digər həşərat qoruyucu vasitələrdən istifadə etmək.